yaranışından 108 il keçir. Allah dövlətimizi, dövlətçiliyimizi qorusun. İlk olaraq tədbirə başlamamışdan əvvəl gəlin müstəqil və vahid Azərbaycan dövlətinin memarı və qurucusu Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydar Əliyevin və vətənimizin, millətimizin, torpağımızın azadlığı və suverenliyi uğrunda əziz canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsini, əziz ruhunu bir dəqiqəlik sükutla yad edək xahiş edirəm. Ruhunu yaşadan üç renkli bayrağımız daimi bütün dünya dövlətləri bayraqlarının daimi zirvələrdə dalğalansın. İndi isə sözü qərargah rəisi dəyərli əziz insan Mərahim İsmailzadəyə verirəm. Salam, hoş gəlmişsiniz. Mən də öz adımdan, şəxsim adından və şəxsiyyətim adından, komandanlığımızın adından, şəhid ailələrinə, veteranlarımıza, mədəniyyət işçilərimizə, Allah yarlı icra nümayəndəliyinə xoş gəlmişsiniz deyirəm. Dərin minnətdarlığımı bildirirəm ki, bugün bizim ordumuzun bayram günü münasibəti ilə bizimləsiniz. 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə vətənin keşiyində dayanan vətənpərvər oğlanlarımızı, Azərbaycan ordusunu mən də təbrik edirəm. Can Azərbaycanımız, bütün xalqımızın evi, əsgərlərimiz isə bu evin qəhrəman keşikçiləridir. Onlar xalqımızın təhlükəsiz yaşamasının təminatçısı, vətənin keşiyində dayananlardır. Hər biri ilə fəxr edirik. Uca Allah bu bayramın sevgisini bizə qürurla yaşamağımız üçün canlı fəda edən şəhid qardaşlarımızın məqamını uca etsin. Qazilərimizə şəfa versin. Unutmayaq, vətən sevgisi pak, vətənpərvərlik isə uca mənəvi rütbədir. Bir daha bayramımızı təbrik edirəm. Diqqətinizə deyirəm, sağ olun. Çox sağ olun, təşəkkür edirik. Bugün bizim üçün əziyyət çəkib bax bu tədbirin təşkilində əziyyət çəkən Mil Muğam Regional Mədəniyyət İdarəsinin Beyləqan Rayon Mədəniyyət Mərkəzinin direktoru hörmətli Fikrət Müəllim Ağayev. Salam, hər vaxtınız xeyir olsun. Hamınızı ürəkdən 26 iyun Silahlı Qüvvələrinin 108-ci il dönümü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz şəhid olub ki, biz bugün belə tədbirləri qorxmadan, ürəkdən, çəkinmədən keçirdə bilək. Allah dönə-dönə rəhmət eləsin şəhidlərimizə. Şəhidlərimizin valideynlərinə səbr arzulayıram. Sözsüz ki, dildə demək asaddır, çox çətin məsələdir. Amma ona baxmayaraq şəhidlərimiz şəhid olub ki, onu yerdə qalan anası, bacısı, evlatları gözəl gün yaşasın. Onlara həmişə diqqət olsun. Allah canını saxlasın, hərbi hissə komandanlığına da öz minnətdarlığımı bildirirəm. Allah sizləri var eləsin, bugün bayram günüdür. Mənim arzum budur ki, həmişə elimizdə, obamızda bayram olsun, sülh olsun, əmin-amanlıq olsun. Çox sağ olun. Deyir, vətənimin hər daşına, kəsəyinə qurban olun. Vətənimin hər daşına, kəsəyinə qurban olun. Mamırlamış daşına bitər, çiçəyinə qurban olun. Canı şəhid verənlərin, Polad bilək verənlərin, vətən dərdi çəkənlərin qeyrətinə qurban olun. Vətən dərdi çəkənlərin qeyrətinə qurban olun. Elə vətənimizin, xalqımızın qeyrətini çəkən qəhrəman əsgərlərimizin, qəhrəman şəhidlərimizi yetirən anaların, ataların qeyrətinə qurban olun. Allah hər birinizdən razı olsun. İndisə sözü Beyləqan Rayon Mədəniyyət Mərkəzi Əməkdaşı Əyəncə Babək Mənim Hacıyım. Babək Mənim.